Deməz də mən bilmirəm, məscidi müdafiə edeyim elə. Hicabı müdafiə edeyim elə. Bunu deməz. Heç vaxt deməz. Mən bilmirəm, vəzifəm mənim nədir. Sən bilmirsən vəzifən nədir. Sən bundan 14 əsr bundan qabaq bir hadisə olub Kərbalada deyirsən, ey kaş mən orada olaydım, Əli Əkbəri müdafiə eləyərdim, Əli Əsqəri müdafiə eləyərdim, Xanım Rüqəyyanı müdafiə eləyərdim. Hə, bunu deyirsən də. Allah səni imtihan edir də, imtihan edəcək. İmtihan da belə deyil ki, bizi qaytarsın Kərbalaya bir də. Bir də Kərbala səhnəsi qurulsun, nədir 5 nəfər imtihan edir. Bunu eləməz. Kərbalanı da bura gətirməz. Seyyid Fəramizə deyəcək ki, danış ki, sən Peyğəmbər balasısın. Sən danış, baxım mənə bu deyir, mən Əli Əkbəri müdafiə eləyərdim, Əli Əsqəri müdafiə eləyərdim. Baxım mənə səni müdafiə eləyir, ya yox. Peyğəmbərin balasıdır da, İmam Hüseynin nəvəsidir da. Bizim yalanımızı belə çıxardar. Oturub sən evində isti peçin dibində, o oturub orada soyuqda. Sənin oxuduğun rozalara Allah-u Teala qiymət verir. Bu yalandır ya düzdür. Hadi sağda bir yolun. Əlhət fətənnəl-ləzīnə min qabli. Biz sizdən öncəkiləri imtihan eləmişik. Ay kaş Kərbalada olaydın, bilirsən ki, ola bilməzsən bu sözü deyirsən də. Yox, sən aparan deyirlər ki. Özümüzə aldıq. Adam mümin olarsa, vəlisi Allah olur, heç bu sözləri o fikirləşməz. Gedər müdafiə edir. Gedər onun elinə çörək aparar. Gedər həbsdəkilərə kömək edir. Mənim yerim istidir, Allah. Ver yine mən də yiyeyim, mən də sənin önündə. Allah, mən sənə ibadət edirəm, mən cənnətə gedirəm. Yox, belə şeylərlə yox. İnsan özünü mühakimə etmək gücünə malik olur. Gördün ki, sən öz pis işlərini sən tərifləyirsən, sənin üçün gözəl görünür sənin işlərin, özündən şübhələn. Tənqid etməyə özü bacar gedir. Çünki nur gəldirsə insana hər şeyi görər. Bu işıq zəif olsa, biz burada əşyaları görmərik. Xırda əşyaları görmərik. Bu nur artdıqca bu əşyaları görürük. Xırda əşyaları da görərik. İndi yayda olaraq günəş tutur içərdən, çöldən çərir. Görürsən, zərrəcikləri də havada görürsən. Niyə görürsən onu? Nur var, işıq var. O zərrəciklər indi də var da biz görmürük. Nur zəifdir, işıq zəifdir, biz görmürük onu. Amma o olandan sonra zərrəcikləri də görərik. Allah sənin vəlin olsa, yuxricuhu minəz-zulmat ilə-nur, sənin nura aparar. Sən də nurda xırda şeyləri də görərsən. Xırda günahları da görərsən. Da deməksən, mən bilmirəm, mən vəzifəm nədir? Mən hansı tərəfə gedirəm? Sən etiraf edirsən, bilməyə, etiraf edirsən ki, mömin deyilsən. Necə vəzifə?